necə bizlər təklifvarımızdır namaza, oruca, xumsa, həccə, bu kafirlərin də var. Necə ruzi qiyamət Allah müteal bu kafirlərdən, Yahud-u Nəsaradan, Məsihlərdən soruşacaq ki, niyə tək Allah'a inanmadınız? Niyə məada ayrı cür iman gətdiniz? Ya xeyr, əslən iman gətirmədiniz? Necə onlardan soruşacaqlar? Furuatdan da soruşacaqlar. Deyəcək, niyə namaz qılmadın? Niyə oruç tutmadın? O deyə bilməz ki, mən inanmamışdım. Mən Qur'ana inanmamışdım. Əhadisi inanmamışdım. Peyğəmbərə iman gətirməmişdim. O deyənməz. Məni bizdən də iki zət soruşacaqlar. Soruşacaq ki, iman gətirmişdin usula, bəli. Furuata əməl elədin, bəli. Və niza Pərverdigar aləm eləyə bilərdi, buyursun ki, ya əyyühənnas, ey mərdum, müsəlman olasan, sünni olasan, şii olasan, kafir olasan, Nəsrani olasan, kəman Məsihiyyət, ya Yəhudi olasan, bunu deyə bilərdi. Vəli bizləri müxatəb qərar verir. Deyir, ey o kim sənələri ki, iman gətiribsiz? Bunun niyə belədir? Onun dərvaqı Allah istəyib ki, bunu yetirsin. Ki, mənim möminlərə bir məxsus inayətim var. Məxsus inayətim var. Onları ki, ənəhu hesaba gətirməyib. Onun üçün deyir, ya əyyühəllezina, der hali ki, onlara da vacib de oruç, onlara da oruç, vəni bizlərə əhəmiyyət verib. Bu özü bir ərzişdir. Ərziş verməkdir Allah-u Teala'dan bu mömin qardaşlara mömin bacalara. Dəyərləndirib. Və dəyərləndirir, bəli.